Dəyərli müəllimlər, xoş gördük. Bugün sizlərlə Azərbaycan Respublikası Təhsil İnstitutunun sertifikasiya hazırlaşan müəllimlər üçün keçirdiyi sınaq imtahanının suallarının izahını təqdim edəcəm. Sualların səviyyəsi necədir? Bu barədə izahın sonunda fikrimi bildirəcəm. Siz də həmçinin izahdan sonra öz fikrinizi rəy bölməsindən bildirərsiniz. Vaxt getdi. Başladıq. Birinci sualımızda deyir ki, hərəkətə düz xətli olan 3 dənə cismin koordinatının zamandan asılı qrafik vermişdir, uyğunluğu müəyyən eləyək. Bax, fikir verir, bizə qrafiklər xəttdə asılıdır, sabitdir və yenə xəttdə asıllıq var. Ümumiyyətlə, koordinat zamanla nə vaxt xəttdə asılı olur? Gəlin yadımıza salaq. Koordinatın zamanla xəttdə asıllığı x bərabərdir. Necə idi düsturumuz? x0 plus vx vurulsun t şəklində olan asıllıqda olur. Doğrudurmu? Bu hansı hərəkətdir? Bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə biz bilirik ki, x oxumuzdur. Cisim x oxu istiqamətinə ya da əksinə olduğunu, hərəkətin necə olduğunu necə bilirdik? Bu, bunun başlanğıc koordinatı x0-dır. Cisim x oxu istiqamətində hərəkət eləyirsə, göründüyü kimi zaman keçdikcə koordinat nə edir? Artır. Doğrudurmu? X oxunun əksinə doğru hərəkət eləyirsə, onda zaman keçdikcə bunun koordinatı nə edir? Azalır. Yəni, koordinatın artıb azalmağına görə hərəkətin istiqamətini müəyyən edə bilərsiniz. Digər tərəfdən, x oxu istiqamətində hərəkət edəndə sürət vektoru görürsünüz ki, x oxu ilə eyni istiqamətdədir. Yəni, sürətin x oxu üzrə proyeksiyası müsbətdir. X oxunun əksinə doğru hərəkət edəndə isə sürət x oxunun əksinədir. Yəni, sürətin x oxu üzrə proyeksiyası mənfidir. Gəldik indi biz sualımıza. Birincidə göründüyü kimi, bu düz xətli bərabər sürətli hərəkət olduğunu bildik. Bəs hansı istiqamətdə? Zaman keçdikcə görürsünüz koordinat artır. Koordinat artdığı üçün deməli bu cisim x oxu istiqamətində düz xətli bərabər sürətli hərəkət edir. Digər tərəfdən qaydamız da var da. X-t qrafiki zaman oxundan yuxarıda, yəni müsbətdədirsə, ona görə də x oxu istiqamətində olduğunu deyə bilərdik. Digər tərəfdən burada hərəkət x oxu istiqamətində olduğu üçün sürətin proyeksiyası müsbətdir. İkincidə koordinat sabitdir. Cismin koordinatı sabitdirsə, yəni koordinat nə artmır, nə də azalmır da. Bu nə deməkdir? Cisim eyni bir koordinatda dayanıb. Yəni, başqa sözlə, bu nə sayılır onda? Sükunət sayılır. Yəni, bizim cismimiz sükunət halındadır. Sükunət halındadırsa, deməli, bunun sürətinin proyeksiyası sıfırdır. Üçüncüdə isə zaman keçdikcə, bu müəyyən bir başlanğıc x0-dan başlayır, amma zaman keçdikcə koordinat nə edir burada göründüyü kimi? Azalır. Zaman keçdikcə koordinat azalırsa, deməli, bu x oxunun əksinə doğru düz xətli, bərabər sürətli hərəkət eləyir. Ona görə də sürətin proyeksiyası mənfidir. Həmçinin bizim sürüşdürmə metodumuz da var idi koordinat zaman qrafikində. O metoda görə də biz qərar verə bilərik. Qrafik müəyyən bir x0 dəyərindən başladığı üçün mən bunu sıfıra sürüşdürsəm, olur harda? Mənfidə. Mənfiyə düşdüyü üçün deməli, bu x oxunun əksinə doğru sayılır. A variantında deyir ki, x oxu istiqamətində hərəkət edir. X oxu istiqaməti birinciyə aid idi. B variantında x oxun əksi bu üçüncüyə aiddir. Cisim sükunətdədir. İkincidir. Sürətin proyeksiyası müsbətdir. X oxu istiqamətinə gedən birinci cisim. Sürətin proyeksiyası mənfidir. X oxun əksinə gedən üçüncü cisim. 1AD, 2C, 3BY. Cavabımız, baxın, burada C bəndidir. Növbəti sualımıza keçirik. X oxu üzrə düz xətli bərabər təcillə hərəkət edən başlanğıc koordinatı x0 30 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını tapaq. Əvvəla, cismin son koordinatını tapmaq üçün başlanğıc koordinatın üzərinə yer dəyişmənin proyeksiyasını gəlməliyik. Yer dəyişmənin proyeksiyası da VT qrafikində necə tapılır? Qrafikin zaman oxu ilə əmələ gətirdiyi sahələrə görə. Gəlin yaxınlaşdıraq. Baxaq. Burada iki dənə sahə görürük. Baxın, bu balaca düzbucaqlı üçbucağın sahəsi. Düzdürmü? Bir dənə də burada böyük bir üçbucaq görürük. Böyük düzbucaqlı üçbucaq. Hərəkət bərabər təcilli olduğu üçün bu üçbucaqlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlarda isə uyğun tərəflərin nisbəti bir-birlərinə bərabərdir. Onda mən burada nə edə bilərəm? Baxırıq. Balaca düzbucaqlı üçbucağın, baxın, bu şaquli tərəfi buranı bilmirik. Çünki burada sürət bizə verilməyib. Bura uyğun sürət bilinmir. Onda mən belə eləyə bilərəm. Gəlin, bax, buranı bir V qəbul edir bu şaquli tərəfi. Yəni, bu sürət naməlumdur. Böyük düzbucaqlı üçbucağın şaquli tərəfi isə elə 12-yə bərabərdir. Onda uyğun tərəflərin nisbətini yazıram. Balaca düzbucaqlı üçbucağın şaquli tərəfi, yəni V-nin, böyük düzbucaqlı üçbucağın şaquli tərəfi 12-yə nisbəti. Balacanın üfüqi tərəfi, yəni 0 ilə 4-ün arası 4-ün,
Böyük üçbucağın üfüqi tərəfi 4 ilə 10 arası 6-ya nisbəti. 4-ün 6-ya nisbəti. Onda biz buradan V-ni tapmaq istəsək 6 ilə 12 getdi 2 qaldı. V elədi 8 metr böl saniyə. Təbii ki biz modulunu tapdıq. Amma burada göründüyü kimi sıfırdan aşağıda olduğu üçün proyeksiya ilə qeyd edəcəyim. Olacaq bura nə? -8. Onda gəlin sahəsini artıq tapaq. Deməli aşağının sahəsi nə qədər olacaqdır? Aşağının sahəsi S1 bərabərdir. Deməli V -8 vurulsun 4 bölünsün 2. Düzbucaqlı üçbucağın sahəsi kimi. Elədir bizdə nə qədər? -16 metr. Digər tərəfdən yuxarının sahəsinə gəlin baxaq. S2 nəyə bərabərdir? Katetləri hasinin yarısı. Bir kateti 12, digər kateti 6. 12 vurulsun 6 bölünsün 2. Elədir 36 metr. Yer dəyişmə olanda təbii ki sahələrdə mənfi nəzərə alırıq. Onda ümumi yer dəyişmənin proyeksiyası nə olur? -16 üstə gəlinsin 36 elədi 20 metr. Son koordinat necə tapılır az əvvəl dedik. Başlanğıc koordinat üzərinə gəl yer dəyişmənin proyeksiyası. Başlanğıc koordinat 30-dur, üzərinə 20 gəlirəm. Onda son koordinatı elədi 50 metr, yəni C variantı. Burada başqa bir yolla da həll eləmək olar. İkinci bir yanaşmanı da mən sizə burada xüsusilə qeyd eləmək istəyirəm. Qrafikin bu hissəsini gəlin biz silək. Deməli, ikinci yanaşmada siz burada, bax, buranı -8 tapandan sonra başlanğıc sürətin proyeksiyası -8-də, düzdürmü? Siz bu cismin yer dəyişməsinin proyeksiyasını birbaşa V0x üzərinə gəlinsin Vx bölünsün 2 vurulsun T düsturunda da birbaşa tapa bilərdiniz. Onda yer dəyişmənin proyeksiyası olacaq -8 üstə gəl 12 bölü 2 vurulsun zaman da 10. Elədi 20 metr. Yenə son koordinat bərabər, başlanğıc koordinat üstə gəlir yer dəyişmənin proyeksiyası 30 üzərinə gəlinsin 20 elədi 50 metr. Sonra keçirəm növbəti məsələmizə. Üçüncü sual. Çevri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma təcilinin dövrətmə periyodundan asılı qrafiki verilmişdir. Mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılığını bizdən soruşur. Deməli, gəlin belə eləyək. Təcilin elə düsturunu götürürəm ki, həm radius, həm də dövrətmə periyodu olsun. Düsturumuz nədir? 4 pi kvadratı r bölünsün t kvadratı. İndi mənə lazımdır təcillə radius arasında asıllıq. Gəlin getdik. Vaxt itirməmək üçün elə variantla işləyə bilərik. Qrafikin baxırıq ki, 1-2 hissəsində periyod nədir? Sabitdir. Deməli, birinci, ikinci hissədə periyod sabitdirsə, onda mərkəzə qaçma təcili radiusdan düz asılı olmalıdır və təcil artmalıdır. Deməli, 1-2 hissəsində təcil və radius düz asılı olmaqla yanaşı təcil artır. Deməli, A variantı, baxın, bu şərtə uyğun gəlir. B variantı da bu şərtə uyğun gəlir. Hələ ki, A və B-dən biridir. Sonra 2-3 hissəsinə gəlirəm. 2-3 hissəsində isə fikir verirsinizsə, təcil artıq burada periyodla tərs asılıdır. Yenə düsturumuza müraciət edirik. Düsturdan göründüyü kimi, təcillə periyodun həqiqətən də tərs asılı, yəni tərs kvadratik asılı ola bilməsi üçün radius burada nə olmalıdır? Sabit qalmalıdır. Deməli, onda grafikin 2-3 hissəsində radius sabitdir. B variantı bu şərti ödəyir. Baxın, 2-3 hissəsində radius nədir burada? Sabitdir. Təcil də həmin hissədə həqiqətən də nə edir? Azalır. Cavab oldu B variantı. Yəni, variantla işləyəndə vaxtınız da getmir. Növbəti sual. Kütləsi 200 kiloqram olan buz yelkəni sürtünməsi səthdə sükunətdədir. Yəni, başlanğıc sürəti 0-dır. Üfüqi istiqamətdə əsən küləyin təsiri ilə yelkən 4 saniyədə sürətini 6 metr böl saniyə çatdırır. Küləyin təsir qüvvəsini hesab. Deyir, külək təsir qüvvəsini sabit hesab eləməlidir. Yəni, küləyin təsir qüvvəsi sabitdirsə, deməli, onda yelkənin aldığı təcil də, yəni qayığın aldığı təcil də sabitdir. Yəni, bərabər təcillər hərəkətdir. Newtonun ikinci qanununa görə onda F bərabərdir M-aya. M vurulsun, A-nın yerinə də sürət dəyişməsi bölünsün, zaman qoyuram. Yəni, M vur, V çıx, V0 böl T. Getdik. M 200 kiloqram, V son sürəti 6-dır, başlanğıc sükunətdə olduğu üçün 0, zaman da 4. Onda buradan qüvvəni tapsaq, eləyir 300 Newton. A variantı. 5-ci sual. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə sabit 2 metr böl saniyə kvadratı təcillə qaldıran yox, qaldırılan cismin kütləsini hesablayaq. Blokların çəksi və sürtünmə nəzərə alınmır. Deməli, burada ipin ucuna F qüvvəsi ilə təsir eləyəndə eyni ipin üzərində gərilmə qüvvələri bərabər olduğu üçün gəlirəm. Buradakı gərilmə də F-dir, burada F-dir. Bizim, baxın, bu blokumuz çəksiz olduğu üçün, onda buna yuxarı təsir eləyən qüvvələrlə aşağı təsir eləyən qüvvələr bərabər olmalıdır. Yuxarı təsir eləyən qüvvə 2F-dir,
onda aşağıdakı ip gərilməsi, bax burada 2F-dir. Deməli, bizim onda M yükümüzü qaldıran qüvvə ip gərilməsi 2F-dir. Aşağı doğru da M yükünün ağırlığı var mg. Onda fikir veririk burada. Bizim baxın, bu M yükünə, diqqətlə ancaq M yükünə baxırsınız. M yükünə yuxarı doğru 2F, aşağı doğru mg qüvvəsi təsir edir. Təcil yuxarı olduğu üçün yuxarı təsir edən qüvvə, yəni 2F daha böyükdür. Onda Newtonun ikinci qanununa görə yazırıq. 2F çıxılsın mg bərabərdir m. Yəni 2 vurulsun F60 çıxılsın mg, m vur 10 bərabər m vurulsun. Təcil də bizə nə qədər verib? 2. Onda buradan eləyir 120 bərabərdir 12m. M də buradan elədi 10 kiloqram. Deməli, cismin kütləsi 10 kiloqrama bərabərdir C variantı. Yer səthindən hansı hündürlükdə kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsi yer səthindəkindən 16 dəfə azdır? H hündürlükdəki ağırlıq qüvvəsi bərabərdir. Yer səthindəki ağırlıq qüvvəsi bölünsün 1 plus H böl R-in kvadratı. Düsturumuz budur. Mənə deyir ki, H hündürlükdəki yerdəkindən 16 dəfə az olsun. Yəni, H hündürlükdəkinin yerinə, yazıram mənə, yerdəki, yəni F0 böl 16. Onda buradan göründüyü kimi F0'lar gedir. Onda məxrəzlərin bərabərliyinə baxıram. 1 plus H böl R-in kvadratı 16-ya bərabərdir. Hər tərəfdən kök alıram. 1 plus H böl R 4-ə bərabərdir. H da buradan eləyir 3R. Yəni, hündürlük yer səthindən 3R-dir. Bunun sadə bir qaydası da var, yadınıza gəlirsə. Kök alıb 1 çıxmaq, düzdürmü? Yəni, biz demişik ki, müəyyən hündürlükdəki ağırlıq qüvvəsi yer səthindəkindən, məsələn, bir K dəfə azdırsa, onda hündürlüyü necə tapırdıq? Kökün altında K çıxılsın 1 vurulsun R. Yəni, kök alıb 1 çıxmaq lazımdır. Bizdə K nədir? 16. Onda kökün altında 16 qoyanda 4, 1 çıxanda 3. Yenə 3R alınır. Yəni, şifahi vaxt itirmədən yazmaq üçün. Növbəti 7-ci sual. Yer səthindən 30 metr böl saniyə sürətlə şaqul yuxarı atılır cisim 4-cü saniyənin sonunda cismin yer səthindən olan hündürlüyünü bizdən soruşur. Deməli, şaqul yuxarı atılan bir cismin istənilən zaman anında yer səthində olan hündürlüyünü, istər bu cisim yuxarı qalxsın, məsələn, hündürlük soruşsun, ya ola bilər tutaq ki, qalxır, sonra müəyyən andan sonra düşür, düzdürmü? Yəni, istənilən zaman anında bunun yer səthindən olan hündürlüyü eyni bir düsturla tapılır. O da yuxarı atılma yavaşın olduğu üçün V0T çıxılsın JT kvadratı bölü 2. Yəni, siz burada cisim, məsələn, ancaq qalxır, yoxsa qalxıb düşür, buna fikir verməyə ehtiyac yoxdur. Hündürlük bütün hallarda elə yer dəyişməyə bərabər olduğu üçün eyni düsturla tapılır. Təbii ki, hesablamaq istəsəz, 30-dan atılıbsa qalxma müddəti 3 saniyədir, 4-cü saniyədə artıq bu qalxıb düşməlidir. Amma o bizə maraqlı deyil burada. Birbaşa düsturu yerinə qoyuram. V0 30-dur, zaman 4-dür, 10 vurulsun, T4-dür, kvadratı 16 bölü 2. Onda H buradan elədi, 120 çıxılsın 80, 40 metr. Cavab C. 8-ci məsələ. Sərtliyi 5 kN bölü metr olan yayın 90 Newton qüvvənin təsirlə mütləq uzanmasını hesablayaq. Deməli, Hooke qanununa görə F bərabərdir, K vurulsun delta L. Onda buradan mütləq uzanma bərabərdir, F bölünsün K. 90 bölünsün, sərtlik də 5 kN, 5 vur 10 üzəri 3. Bunu da hesablasaq biz buradan, vaxt itirmədən 18 vur 10 üzəri mənfi 3 metr. Yəni, 18 millimetr. Y variantı. Çəkisi 500 Newton olan üfüqi səthdə 200 Newton qüvvənin təsirlə cisim bərabər sürətlə hərəkət edir. Cisimlə səth arasındakı sürtünmə əmsalını tapaq. Deməli, şərtdə deyir ki, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətli hərəkətdə biz bilirik ki, əvəzləyici qüvvə 0 olmalıdır. Əvəzləyici qüvvənin də 0 ola bilməsi üçün cismə hərəkət istiqamətində təsir edən dartı qüvvəsi ilə hərəkətin əksinə doğru təsir edən sürtünmə nə olmalıdır? Bir-birini tarazlaşdırmalıdır ki, yəni bərabər olmalıdır ki, çıxanda əvəzləyici 0 olsun. Deməli, burada dartı sürtünməyə bərabərdir. Onda dartı sürtünmə qüvvəsinə bərabərdirsə, üfüqi səthdə sürtünmə də nədir? Mü vurulsun mg-dir. Doğrudurmu? Onda bizim dartı qüvvəm, buradan sürtünmə misalını tapmaq istəsəm, dartı qüvvəsini nə edərəm? Mg-yə bölürəm. Dartı qüvvəsi 200 Newton verib. Mg də elə bunun sükunət halındakı çəkisidir. Onu da verib bizə 500. 200-ü 500-ə bölürəm, eləyir 0.4 B variantı. Onda kütləsi 10 kiloqram olan cisim 100 Newton qüvvənin təsiri ilə mail müstəvi üzrə hərəkət elətdirilir. Cismin aldığı təcili hesablayaq. Deməli, mail müstəvidə yadınızda qalsın, 2 dənə əsas qüvvə var. Biri sürüşmə, sürtünmə qüvvəsidir hərəkət halında. Bir də cismi hər zaman aşağı salmağa çalışan mail müstəvidə ağırlıq qüvvəsinin
mail müstəvi boyunca proyeksiyasıdır. Deməli, cismə bilirik ki, aşağı doğru ağırlıq qüvvəsi təsir eləyir. Biz bu cismi yuxarı qaldıranda aşağı doğru buna nə təsir eləyir? Ağırlıq qüvvəsinin proyeksiyası. Bu da mg sinus alfadır. Digər tərəfdən bizim cismimiz yuxarı müəyyən bir təzyiqlə qaldırıldığı üçün hərəkətin əksinə doğru burada nə təsir eləyir? Cismə sürüşmə-sürtünmə qüvvəsi təsir eləyir. Sürüşmə-sürtünmə qüvvəsində düsturu nədir? Mg kosinus alfa. Göründüyü kimi təcil yuxarıdırsa, deməli yuxarı təsir edən qüvvə, yəni F qüvvəsi daha böyükdür. Onda Newtonun ikinci qanunu belə yazıram. F çıxılsın, yəni böyük qüvvədən kiçik qüvvələri çıxıram. F çıx mg sinus alfa, çıx mg kosinus alfa bərabər m. Getdik. F 100'dür. Çıxılsın mg 100, sinus alfa 0.6 şərtdə verib. Kosinus alfa da 0.8, mü 0.2, mg yenə 100, kosinus alfa 0.8, m10 vurulsun təcil A. Deməli, 100 çıxılsın 60, çıxılsın 16 bərabər 10A-ya. Təcili də buradan tapsam, 100-dən 60 çıxıram 40, 40-dan 16 çıxıram 24, 24-ü də 10-a bölürəm, 2,4 cavab C variantı. Deməli, 11-də deyir ki, düz xəttlə hərəkət edən cismin impulsunun proyeksiyasına zamandan asılılıq tənliyi verilib, hansı ifadə doğrudur? Biz bilirik ki, qüvvə impulsun dəyişməsinin, həmin impulsun dəyişməsinə sərf olunan zamana nisbətidir. Deməli, bunu başqa sözlə biz impulsun zamana görə törəməsi deyə bilərik. İmpulsu tənliyindən, onda zamana görə törəmə alsaq bizə verəcək qüvvəni. Gəlin, qüvvəni onda tapaq. 20 üzərinə gəlinsin, 8T-dən törəmə alıram. Elədi nə? Müsbət 8 Newton. Deməli, cismə təsir edən qüvvə sabit 8 Newton dəyərindədir. Əvəzləyici qüvvə sıfıra bərabərdir, səhvdir, çünki qüvvə var və sabit bir dəyərdədir. Əvəzləyici qüvvə hərəkətin əksinə yönəlir. Gəlin baxaq. Burada impulsun tənliyinə baxan kimi görünür ki, burada zaman keçdikcə, yəni zaman artdıqca impulsun da dəyəri artır. Ona görə bu cisim qüvvə də sabit olduğu üçün bərabər yeyinləşən hərəkət eləyir. Bərabər yeyinləşən hərəkətdə isə biz bilirik ki, əvəzləyici qüvvə hərəkət istiqamətində olmalıdır. Düzdürmü? Deməli, hərəkətin əksinə yönəlir, səhvdir. Bərabər sürətli hərəkət edir, bu da səhvdir. Çünki bərabər sürətli hərəkətdə əvəzləyici qüvvə 0 olmalıydı, amma qüvvə var. Bərabər yayınlaşan hərəkət edir, bəli, D variantı doğrudur. Bərabər yavaşlayan hərəkət edir, xeyr, səhvdir. Dedik ki, bərabər yayınlaşan hərəkət edir. Çünki impuls zaman keçdikcə artırsa, nədir? P bərabər mv düsturuna görə sürət də artır. Şaquli istiqamətdə atılan 0.2 kiloqram kütləli cismin uçuş müddəti 6 saniyədir. Cismin yerə nəzərən maksimal potensial enerjisini hesablayaq. Deməli, cismi yer səthindən şaquli yuxarı atıram. Potensial enerji nə vaxt maksimum qiymətini alır? Potensial enerji bilirik ki, hündürlükdən asılıdır mgh-a görə. Yəni, bu potensial enerjinin maksimum ola bilməsi üçün cismin yer səthində olan hündürlüyü h-max olmalıdır. Yəni, cisim yer səthindən maksimal hündürlüyə qalxmalıdır. Doğrudurmu? Baxın, bu cisim maksimal hündürlüyə çatır. Yəni, burada dayanır. Onda potensial enerjisi maksimum olur. Deməli, bizim ilk işimiz bu cismin h maksimalını tapmaqdır. H maksimalın T uçuşla, yəni uçuş müddəti ilə bağlı düsturu var. H maksimalın ümumiyyətlə dərsdə də deyirəm, 3 dənə düsturu var. V0 kvadratı bölü 2J şaquli yuxarı atılmada. J vur T qalxmanın kvadratı bölü 2. Bir də J vurulsun T uçuşun kvadratı bölü 8. Mənə uçuş müddətini verdiyi üçün, onda dərhal buradan H maksimalı tapıram son düstura görə. J 10'dur, T uçuş 6'dır, kvadratı 36 bölü 8. Düzdür. 4'ə bölünür 2 qalır, 4'ə bölünür 9 qalır. 90 bölü 2'dən 45 metr. H maksimal 45 metrdir. H maksimalımız 45 metrdirsə, 45 metr hündürlükdə bunun potensial enerjisinin maksimal dəyəri necə tapılacaq? mg vurulsun H max'ına. M 0.2 kiloqram, J 10, H max da 45'dir. Yəni buradan alınır 2 vurulsun 45, yəni 90 joule. Cavab Y variantı. 13. 0.4 kilovat vurulsun saat işi joule-la ifadə eləyək. Doğrudurmu? Ümumiyyətlə 1 joule nə deməkdir? 1 joule 1 watt vurulsun saniyə deməkdir. Yəni işin güc vurulsun zaman düsturundan gəlir bu. Ona görə də joule-la ifadə eləmək üçün mən nə etməliyəm burada? Kilovatı vata çevirəcəm, saatı da saniyə çevirəcəm. 1 kilovat nə deməkdir? 1 kilovat 10/3 watt deməkdir. 1 saat isə 3600 saniyə deməkdir. Onda bu ifadəni sadələşdirsək, qabaqda da 0.4 var da. Onda olur 0.4 vurulsun. Bu kilovat nə oldu? Kilovat 10/3 watt oldu.
vurulsun. Saatın da yerinə 3600 saniyə yazırıq. Getdim. Deməli, 0.4 vurulsun 36. Əmsalan işləyək istəyirsiniz. 4'ü 36'ya vuranda 4 dəfə 6 24 2 144. Düzdürmü? 144 ilə başlayan bir cavab olacaq bu cavab. Yəni 144, qalanları da sıfırları yanına düzürəm 4 dənə. Vurulsun watt vur saniyə. Bu watt vurulsun saniyə hasili də bizə joule vermir. Olur onda. Baxın. Yəni 1.440.000 joule. C variantı. Birinci kran yükü H hündürlüyünə 5 saniyə qaldırdı. Birinci kran T1 5 saniyə qaldırdı. İkinci kran eyni yükü, yəni kütlə eyni qalır. Yenə həmin hündürlüyə 2 saniyə qaldırır. Bu kranların faydalı güclərini müqayisə edin. Ümumiyyətlə güc A böl T'dir. Yəni görülən işin zamana nisbətidir. Faydalı gücü hesablayıramsa, onda faydalı işi zamana bölməliyəm. Deməli, bir kran cismi H qədər yüksəkliyə qaldırırsa, onun faydalı işi nədir? Ümumiyyətlə, faydalı işi, siz belə düşünə bilərsiniz ki, yəni bu kran hansı məqsədlə istifadə olunursa, yəni itki olmasaydı, həmin məqsədə çatmaq üçün nə qədər iş görməzlikdir? Yəni, itki olmadan bir cismi H qədər hündürlüyə qaldırmaq üçün nə qədər iş görmək lazımdır ideal halda? MGH qədər, doğrudurmu? Çünki ona MGH qədər potensial enerji qazandırırsınız da, ağırlıq qüvvəsinə qarşı MGH qədər iş görməlisiniz. Yəni, faydalı iş bir növ itki olmasaydı, biz mexanizm məqsədinə çatmaq üçün nə qədər iş görməlisə, bu bizim faydalı işimizdir. Onda bizim faydalı işimiz cismi H qədər hündürlüyə qaldırdığı üçün MGH-dır. Bölünsün zaman. Burada mənə hər iki halda nə deyir? Deyir, hər iki halda eyni hündürlüyə qaldırırlar və eyni yükdür, M-lər də eynidir. Onda faydalı güc zamanla necə asılıdır? Göründüyü kimi tərs asılıdır. Onda ikincinin faydalı gücü bölünsün birincinin faydalı gücü, birincinin sərf elədiyi zaman bölünsün ikincinin sərf elədiyi zaman. Birinci 5 saniyədir, ikinci 2 saniyədir. Böldü elədi 2,5 D variantı. 15. Faydalı işi A faydalını verib 180 joule. Faydalı iş əmsalını eta 90%dir. Bizdən soruşur nəyə? Tam işi. Deməli, biz bilirik ki, faydalı iş əmsalı nəyə bərabərdir? Faydalı iş bölünsün tam iş vurulsun 100%. Deməli, 90 bərabərdir. Faydalı iş 180 bölünsün tam iş vurulsun 100. 90 ilə 180 getdi 2 qaldı. Onda buradan tam işi tapanda 2-ni 100-ə vururam. Elədi 200 joule. B variantı. 16. İpə bağlanmış cisim harmonik rəqs eləyir. Cismin təcili maksimum olan anda hansı fiziki kəmiyyətlər sıfıra bərabərdir? Yəni, biz bilirik ki, harmonik rəqslərdə eyni fazalı kəmiyyətlər var. Yəni, zamana görə eyni dəyişən. Yəni, harmonik rəqsi hərəkətdə bilirik ki, sürət, impuls, kinetik enerji bunlar zamana görə eyni dəyişən kəmiyyətlər qrupudur. Bir də var, qüvvə, təcil, koordinat, potensial enerji. Qısaca faksiya potensial deyirdi. Bunlar da zamana görə öz arasında eyni dəyişir. Amma bunlardan biri digəri ilə, düzdürmü? Əksinə dəyişir. Yəni, biri maksimumda, biri minimum olur. Mənə deyir, təcil maksimumdur. Bax, təcil aşağıdakı qrupa aiddir. Təcil maksimumsa, deməli, aşağıdakı kəmiyyətlərin hamısı maksimumdur. Onda yuxarıdakılar, yəni VP, YK, bunlar nədir? Sıfırdır. Yəni, sıfıra bərabər olanlar nələrdir? Sürət, impuls, kinetik enerji. Yəni, bunlardan biri. Burada, bu arada koordinatı yer dəyişmə də düşünə bilərsiniz də. Çünki koordinatı ilə cismin koordinatı harmonik rəqslərdə tarazlıq vəziyyətinə olan yer dəyişməsi qədərdir. Yəni, bu X-i yer dəyişmədə təsəvvür edə bilərsiniz. Ona görə VP, YK de impuls. Tam enerji dəyişmir. Ümumiyyətlə, harmonik rəqsli hərəkətlərdə tam enerji burada sabitdir. Enerji ikisi olmadığı üçün yer dəyişmə, potensial enerji və qüvvə də maksimum olur. Təcil maksimum olduğu üçün. Getdik 17-yə. Şəkildə, sual qalmadı. Şəkildə tezliyi 0.5 Hz olan eninə dalğa təsvir olunmuşdur. Dalğanın yayılma sürətini hesablayaq. Deməli, dalğanın yayılma sürəti V bərabərdir lambda növ. Tezliyi verib. Qalır lambdanı tapmaq. Lambda nədir? Dalğa uzunluğu bir periodda dalğanın yayıldığı məsafə. Yəni, başqa sözlə, bir rəqsdə dalğanın qət elədiyi məsafə. Baxın, siz burada belə düşünə bilərsiniz ki, bizim dalğa, burada yəqin ki, baxın şəklə diqqətlə, elə yerdən götürək ki, rahat olsun hesablamaq. Məsələn, buradan götürürəm, sıfırdan. Bax, buradan belə üfüq xət çəkək. Burada sinusoid kimi düşünsək, baxın, bir tam rəqs gəlirəm, harada bitir?
1 tam rəqs. Gəlirəm. Bitdi burada. Başladı burada, bitdi burada. Deməli, dalğa uzunluğu bu 1 və 2 nöqtələr arasındakı bu məsafədir. Burada neçə dama var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Hər dama 5 desimetr deyil. Onda dalğa uzunluğu nədir? 8 dama olduğu üçün bir daha sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Onda olacaq 8 vur 5-dən dalğa uzunluğu 40 desimetr. Deməli, bizim onda dalğa uzunluğumuz nədir? 40 desimetrdir. Metrə də çevirmək istəsək, 1 desimetr nədir? 0,1 metrdir. Olur onda 4 metr. Lambdanın yerinə 4 qoyuram, tezin yerinə 0,5 elədi. 2 metr bölünsün saniyə. Cavab B variantı. Qabların dibinə suyun göstərdiyi təzyiq qüvvələri arasında hansı münasibət doğrudur? Mayenin təzyiq qüvvəsi F bərabər ρ HS ilə tapılır. Birincidə təzyiq qüvvəsi olacaq ρ. Hər iki halda sudur, ρ'lar eynidir. ρ hündürlük h, oturacağın sahəsi 2s olur 2 ρ HS. İkincidə təzyiq qüvvəsini tapsaq, ρ hündürlük h bölü 2, oturacağın sahəsi s olur onda ρ HS bölü 2. Tərəf-tərəfə bölsəm onda F1 bölü F2-yə nə qalır? 4. Yəni F1, 4, F2-dir. Bax belə. Cavab B variantı. 19-da kütləsi 12 kiloqram olan cismin həcminin yarısı suya bataraq üzür. Ona təsir edən Arximed qüvvəsini tapın. Cisim ümumiyyətlə mayedə üzürsə, Arximed qüvvəsi tarazı şərtinə görə ağırlıq qüvvəsinə bərabərdir. Hansı hissəsinin batmağının heç bir önəmi yoxdur. Kütləsi 12-dir, J də 10-dur. Vurduq elədi nə qədər? 120 Newton. Cavab D. Paskal bölünsün Joule hansı fiziki kəmiyyətin vahidinə nədir? Uyğundur. Deməli, Paskalın yerinə, Paskal bölünsün Joule'da, Paskalın yerinə yazıram. Paskal təzyiqdir də. F bölü S-dən Newton bölü metrin kvadratı. Joule da işdir. Fs-dən Newton vur metr. Newtonlar gedir, qalır 1 bölünsün metrin kubu. Yəni metr üstü -3. Bu da bilirik ki, konsentrasiyanın vahididir A variantı. Verilmiş kütləli qazın temperaturunun təzyiqinin temperaturuna asılılığı verilib. AB və B hissələrində qazın həcmi necə dəyişir? Deməli, gəlin belə eləyək. AB hissəsində təzyiq sabitdir, temperatur artır. PV bərabərdir nu RT düsturuna görə. AB hissəsində deməli təzyiq sabitdir. Verilmiş kütləli qazda nu da sabitdir. A-dan B-yə gedəndə prosesdə göründüyü kimi temperaturumuz artır. Temperatur artırsa o da həcmdə nə etməlidir? Artmalıdır. Yəni AB-də həcm artdı. Gəlirəm indi BC hissəsinə. BC-də isə P ilə T düz asılıdır. P ilə yenə PV bərabər nu RT düsturunda nu zaten sabitdir verilmiş kütləli dediyi üçün. Burada P və V, P və T bir-biri ilə düz mütənasib asılı ola bilməsi üçün həcm nə olmalıdır? Sabit olmalıdır. Yəni izoxor proses olmalıdır. Ona görə BC izoxordur. Deməli, AB-də həcm artır, BC-də dəyişmir. AB buradır, BC bura. Artar, dəyişməz. Cavabımız D variantı. 22 nömrəli sual. Verilmiş kütləli ideal qaz üzərində aparılmış 1-2-3 prosesi təsvir olunmuşdur. 1-2 prosesində qazın daxili enerjisi 20 kJ artır. 2-3 prosesində qazın daxili enerjisinin dəyişməsini hesablayaq. Deməli, 1-2-də qazın daxili enerjisi 20 kJ artıbsa, onda 1-2 prosesində qazın daxili enerjisinin dəyişməsi müsbət 20 kJ oldu. 1-2 prosesi bizdə necə prosesdir? Baxın, həcm sabitdir də. Yəni izoxordur. Ümumiyyətlə, daxili enerjinin dəyişməsinin düsturu ümumi halda 2-də 3 nu R T2 çıx T1-də yaza bilərik. İndi bizə PV ilə ifadəsi lazımdır. Onda 2-də 3 P2 V2 çıxılsın P1 V1-dir. Bizə izobar və izoxorlar lazım olacaq. İzobar prosesdə P sabitdir. Yəni P1 ilə P2 bərabərdir. Mötərizə xaricinə veririk. Onda daxili enerjinin dəyişməsi olur 2-də 3. P-ni eyni kimi mötərizə xaricinə çıxaranda qalır V2 çıx V1. İzoxor prosesdə isə V konstant olanda isə onda daxili enerjinin dəyişməsi bərabər olur. V-ni mötərizə xaricinə çıxardıram. 2-də 3 V vurulsun. P2 çıx P1. Düsturları bilmək faydalıdır. Onda birinci prosesimiz, 1-2 prosesimiz nədir bizdə? İzoxor prosesdir. İzoxor prosesdə V sabit olduğu üçün onda 1-2-də daxili enerjinin dəyişməsi izoxorda az əvvəldədir. Bu düsturla tapılacaq. 2-də 3 1-2 prosesində həcm V0-dır. Vurulsun. Təzyiqin dəyişməsi. 1-in təzyiqi P0-dır, 2-nin təzyiqi 3P0-dır. Dəyişmə tapanda sondan əvvəli çıxıram. 3P0-dan P0 çıxıram. Bu arada qabaqda da bizim nəyimiz var? 2-də 3-ümüz var. Olur onda 2-də 3
V0 vurulsun 2P0 elədi 3P0 V0 və buradan bu elədi nə? 20 kilojoula bərabər. İndi 2-3 hissəsinə baxıram. 2-3 hissəsi izobar prosesdir. Onda izobar prosesdə, yəni 2-3-də daxil enerjinin dəyişməsini tapıram. 2-də 3, düsturumuz budur da. Bax, daxil enerji. P vurulsun V2 çıx V1. 2-3 prosesində təzyiq 3P0-dır. P-nin yerinə qoyuram 3P0, vurulsun V2 çıx V1. Qaz 2 halından 3 halına gəlir. 3 halındakı həcmi 4V0-dır. 2 halındakı həcmi V0-dır. Yəni sondan əvvəli çıxacam. 4V0-dan çıxıram 1V0. Bu da eləyir bizdə nə qədər? 2-də 3 vurulsun 3P0, bir də vurulsun 3V0. Onda 2-3 hissəsində daxil enerjinin dəyişməsi 2-də 3 dənə 3-ün hasili. 2-də 27 P0 V0. 3 P0 V0 20 deyil. İstəyirsiniz belə eləyə. Bu 27-ni belə yazaq da, rahat olsun deyə sizə. 27-dən 3-ü ayırıram. 9 vur 3 kimi yazıram. Yəni 9 vurulsun 3 P0 V0. Bu 3 P0 V0 hasilinə də az əvvəl biz nə dedik? 20 demədik. Gətirib 3 P0 V0-ın yerinə, bax burada 20-ni qoyuram. Onda olur bizdə 2-də 9 vurulsun 20. Bu da elədi 90 kilojoule. Tarda getdi. Cavabımız Y variantı. Sonra baxıram 23 nömrəli məsələ. Mayenin qaynama temperaturu necə artırmaq olar? Ümumiyyətlə qaynama temperaturu nələrdən asılıdır? Bir asılıdır mayenin növündən. 2 asılıdır xarici təzyiqdən. Özü də xarici təzyiqdən necə asılıdır? Düz asılıdır. Xarici təzyiq artanda qaynama temperaturu artır. Bir də yer səthindən olan hündürlükdən. Çünki hündürlük artanda təzyiq nə edir? Təzyiq dəyişir, o da avtomatik qaynamaya təsir göstərir. Hündürlük artanda təzyiq azalır, ona görə qaynama temperaturu azalır. Yəni hündürlükdən onda necə asılıdır? Tərs asılıdır. İndi mən qaynama temperaturunu artırmaq istəyirəmsə, mayenin kütləsini artırıb azaltmağın təsiri yoxdur. Çünki maye kütləsi qaynama temperaturuna yox, qaynama müddətinə təsir göstərir. Yəni siz 1 kiloqram suyu da 2 kiloqram suyu da normal şəraitdə 100 Selsidə qaynayırlar. Yəni qaynama temperaturu dəyişmir. Sadəcə 1 kiloqram az olduğu üçün daha tez qaynayır. Yəni qaynama müddətinə təsir göstərir. Deməli, qaynama temperaturunu artırmaq istəyirəmsə, onda xarici təzyiqi nə etməliyəm? Artırmalıyam. Deyək, xarici təzyiqi artırmaqla. Açıq səthin sahəsində qaynamaya yox, buxarlanmaya təsir göstərir. Açıq səthin sahəsi artanda buxarlanma artır. Uzunluğu 2 metr, en kəsik sahəsi 2 kvadrat santimetr olan polad məftildən 500 kiloqram kütləli yük asılmışdır. Məftilin mütləq uzanmasını tapaq. Deməli, bizim məftilimiz var. Məftildən bir yük asmışıq. Tarazıq alında aşağı doğru mg təsir eləyir. Əks istiqamətdə isə məftil tərəfindən nə təsir eləyir? Elastiklik qüvvəsi. O da K delta L. Tarazıq şərtinə görə mg K delta ilə bərabərdir. K-nı yerinə də yazırıq S bölü L0 vurulsun delta L. Mütləq uzanma delta L buradan tapsaq, olur mg L0 bölünsün S. Mg-si nə qədərdir? Getdik. M 500 kiloqramdır. J-yə vuranda 5000, yəni 5 vur 10 üzəri 3. L0 başlanğıc uzunluq 2 metrdir. En kəsiyinin sahəsi 2 kvadrat santimetrdir. Kvadrat metrə çevirsək, 1 santimetr 10 üzəri mənfi 2 metrdir. 1 kvadrat santimetri tapanda, onda 10 üzəri mənfi 2-nin kvadratı 10 üzəri mənfi 4 kvadratdır. Sahənin yerinə onda 2 kvadrat santimetrdən 2 vur 10 üzəri mənfi 4 qoyuram. Yung modulunu da mötərizə də verib bizə 2 vurulsun 10 üzəri 11. Vaxt getməsin deyə əmsalla işləyəcəm. Baxın, 2-lər gedir. Sürətdə 5 qaldı, məxrəcdə 2 qaldı. 5 bölü 2 nə edir? 2 onda 5. Yəni 25, 2 onda 5 belə bir şey olacaq. B variantı. Qalan hissələri hesablamalar yenə də deyirəm. Vaxt aparan şeylərdir. Belə məsələlərdə diqqətli olun. Əmsalla rahat cavabı tapa bilərsiniz. Əgər məsələn 0,25 ilə bərabər bir də 2 onda 5 olsaydı, onda məcbur hesablayıb dəqiq cavabı almaq lazım idi. 25. Səthi gərilmə əmsalı səthi gərilmə qüvvəsindən necə asılıdır? Ümumiyyətlə bizim düsturumuz var. Səthi gərilmə əmsalı sigma bərabər F bölü L-dir. Amma səthi gərilmə əmsalı bu düsturda nə F-dən, nə də L-dən asılı deyil. Səthi gərilmə əmsalı nədən asılıdır? Səthi gərilmə əmsalı asılıdır bir dənə mayenin növü, bir də temperaturundan asılıdır. Temperaturundan da necə asılı idi? Tərs asılı idi və biz demişdik ki, böhran temperaturunda da səthi gərilmə əmsalı nə olurdu? Böhran temperaturunda 0 olurdu. Qutardı. Ona görə də F-dən və L-dən asılı deyil.
26. Doğru ifadələri deyir seçək. Elektroskopun iş prinsipi əsaslanır. Deməli, birinci deyir əks işarəli yüklərin bir-birini cəzb etməsi, ikincidə deyir eyni işarəli yüklərin bir-birini dəf etməsi. Ümumiyyətlə, baxın, elektroskopun işlənməsindən yadımıza salaq. Elektroskopda, deməli, bizdə nə var idi? Metal kürə var idi. Metal kürəyə hər hansı bir yüklü cismi yaxınlaşdırıb ya da toxunduranda yüklər ya vərəqlər ötürülürdü, ya da vərəqdən kürəyə gedirdi. Yəni, bir sözlə, elektroskopun vərəqləri yüklənirdi. Vərəqləri yüklənəndən sonra isə nə olurdu? Eyni işarəli yüklə yükləndiyi üçün dərhal həmin vərəqləri bir-birlərini itələyirdilər. Yəni, elektroskopda vərəqlər hər zaman, demək olar ki, 99% alırlar, yəni xüsusi bir hal yoxdursa, hər zaman demək olar ki, eyni işarəli yüklə yüklənir, ya müsbət ya da mənfi. Ona görə də vərəqlər hər zaman bir-birlərini neynirlər? Bir-birlərini dəf edirlər. Ona görə də elektroskopun iş prinsipi vərəqlərdən dolayı eyni işarəli yüklərin bir-birini dəf etməsinə əsaslanır. Bu, həm də yüklü zərrəciklər arasında qarşılıqlı təsir qüvvəsi deməkdir. Yəni, 3. Sürtünməli elektriklənmə xeyr. Yəni, burada sürtünmədən söhbət getmir. Cavab B variantı. 27. Müsbət Q2 bir cis elektrik sahəsində göstərilən trayektorlar üzrə hərəkət edir. Gəlin baxaq. Gəlin getdik. İntensivlik xətlərimiz aydındır. Bir-bir yoxlayaq. Birinci A-dan B-yə doğru gedir. Baxın, bu bizim müsbət yükümüzdür. Müsbət yükümüz A-dan B-yə doğru gedir. Sürət vektorunu göstərək. Sürət vektoru deməli, baxın, belədir. A-dan B-yə doğru. Digər tərəfdən intensivlik xətlərimiz də yuxarıdır və biz bilirik ki, intensivlik xətləri müsbət potensialda başlayır, mənfi potensialda bitir. Ona görə də burada bizim bu müsbət yükümüzə təsir edən qüvvə sahənin mənfi tərəfinə doğrudur, yəni yuxarı doğrudur. Deməli, qüvvənin istiqaməti yuxarı doğrudur. Onda fikir verirsinizmi? AB hissəsində qüvvə sürətlə, yəni hərəkətlə eyni istiqamətlidir. Ona görə elektrik sahəsi yük üzərində müsbət iş görür. Digər tərəfdən elektrik sahəsində görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsidir. Yəni, iş müsbətdirsə, onda potensial enerjinin dəyişməsi gərək mənfi olsun ki, bu mənfini qarşısındakı mənfiyə vuranda müsbət eləsin. Potensial enerjinin dəyişməsində mənfi olması onun azalması deməkdir. Deməli, onda potensial enerji azaldı. Gəlirəm BC hissəsinə. Eyni məntiqlə, baxın, bu BC hissəsində indi yükümüz B-dən C-yə doğru gedir. Yəni, sürət vektoru, baxın, soladır. Sürət vektorunu göstərək. Buna təsir edən qüvvə yenə hər zamanki kimi mənfiyə doğrudur. Qüvvənin istiqaməti dəyişmir. Mənfi tərəf cəzb edir. Baxırsınız ki, burada qüvvə artıq sürətə perpendikulyardır. Ona görə də BC hissəsində elektrik sahəsi iş görmür. İş görmürsə, yəni bu A sıfırdırsa, potensial enerjinin dəyişməsi də sıfırdır. Yəni, bu o deməkdir ki, yükün potensial enerjisi dəyişmir. İndi CA hissəsinə baxıram. CA hissəsinə baxsaq, bizim yükümüz C-dən A-ya doğru gedir. Bu istiqamətdə getdim. C-dən A-ya doğru gedir V sürəti ilə. Buna təsir edən qüvvə də yenə də necədir? Mənfiyə doğrudur. Bax, bu istiqamətdə. Fikir verirsinizsə, artıq bu hissədə qüvvə ilə sürət arasında bir kör bucaq əmələ gəldi. CA hissəsində. Kör bucaq əmələ gəlibsə, yəni qüvvə bir növ sürətin əksinədirsə, deməli, həmin hissədə iş mənfidir. İş mənfidirsə, bayaq ki, asılılığa görə, onda potensial enerjinin dəyişməsi müsbət eləməlidir ki, qabaqdakı mənfiyə vuranda işdə mənfi olsun. Potensial enerjinin dəyişməsi müsbətsə, deməli, potensial enerji artır. Deməli, sahə müsbət iş gördü. Bu getdi 1-ə. Sahənin işi 0-a bərabərdir. Getdi 2-yə. Yükün potensial enerjisi artı. Getdi 3-ə. Yükün potensial enerjisi azaldı. Getdi 1-ə. Potensial enerji dəyişmir. Getdi 2-yə. 1AD, 2BY, 3C elə A variantı. Baxırıq 28 nömrəli sual. Yükləndikdən sonra Q sabitdir. Mənbədən ayrılmış müstəvi kondensatorun elektrik sahəsinin intensivliyi modulunun lövhələr arasındakı məsafədən asılıdır. Deməli, intensivliyin düsturu Y bərabər U böl D kondensatordur. Amma bizə lazımdır yükləndikdən sonra mənbədən ayrılan hal üçün. Yəni, düstura nəyə gətirməliyik? Elektrik yükünü gətirməliyik. Gərginlik kondensatorda Q böl C-dir. Gətirib yerinə qoyuram, onun yerinə Q böl C. Tutumu da açırıq burada. C-nin yerinə yazıram. Epsilon 0, S böl D. Bir də vurulsun D. Göründüyü kimi, baxın, buradan D-lər ixtisar olunur, gedir. Nə qalır? Q bölünsün, epsilon 0, S. Yəni, yükləndikdən sonra mənbədən ayrılan kondensatorun intensivliyi ancaq asılıdır lövhələrin sayısı və dielektrik nüfuzluğundan. Lövhələr arasındakı məsafədən asılı deyil. C variantı. Kondensatorun gərginliyinin yükündən asılılığı verilmişdir. A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisi. Deməli, əlimizdə Q var, U var,
elektrik sahəsinin enerjisi olacaq onda Q bölünsün 2. Elə bir baxın, bax bu sahədə, altda qalan düzbucaqlı üsbücanın sahəsi. Q 50 milli kulondur, 50 vur 10 üzəri mənfi 3, U8 bölünsün 2. 8 ilə 2 getdi, 4 qaldı, 50-ni 4-ə vuram 200. 200 vur 10 üzəri mənfi 3, yəni 0,2 joule. C variantı. 30-da. Mis naqilinin en kəsin sahəsini dəyişmədən onun uzunluğunu 2 dəfə artıranda müqaviməti necə dəyişər? Məşhur düstur. Royal bölesi. Mis dediyi üçün xüsusi müqavimət dəyişmir. Yəni xüsusi müqavimət növdən asılı idi bildiyiniz kimi. Royal bölesə görə uzunluq dəyişir burada, ancaq sahə də deyir dəyişmir. Onda müqavimət uzunluqla düz asılıdır. Uzunluq 2 dəfə artanda müqavimət də 2 dəfə artar. Cavab A variantı. Verilmiş elektrik dövrəsində 31-də A1 ampermetrinin göstərişi 4 amper olarsa, A2 ampermetrinin göstərişini gəlin tapaq. Bax, fikir verin, biraz şəkli böyüdürəm. A1 ampermetrin göstərişi deyir 4 amperdir. Yəni yuxarı gedən cəryan I1 bərabər 4 amperdir. Bu A2-dən də müəyyən qədər nə inir? Bir cəryan gəlir də, bir I qədər cəryan gəlir. Bu cəryan gəlir, bölünür. Bir hissəsi A1-ə gedir, bir hissəsi də aşağı getsin. Mesela buna deyərəm I2. Fikir verin. Yuxarıdakı 2 ohmla aşağıdakı 1 və 3 ohmun cəmi. Bu 1 və 3 ohmu gəlin birləşdirək. İkisi bir yerdə nə eləyir? 4 ohm. Bu ikisi bir-birinə nədir? Paraleldir. Paraleldə gərginliklər bərabərdir. Onda I bərabər U böllərə görə gərginlik eynidirsə, cəryan müqavimətlə tərs asılıdır deyə bilərəm? Bəli. Yəni, yuxarıdan keçən cəryanla aşağıdan keçən cəryan müqavimətlərlə tərs asılıdır. Onda gəlin şifaya düşünək. Yuxarı 2 ohmdur, aşağı 4 ohmdur. Aşağının müqaviməti 2 dəfə çoxdur. Onda aşağıdan keçən cəryan 2 dəfə az olacaqdır. Yəni aşağıdan keçən cəryan yuxarıdan, yəni 4 amperdən 2 dəfə azdır. 4-dən 2 dəfə az nə eləyir? 2 amper olur. Deməli, onda A2 ampermetrindən gələn cəryan nədir? Yuxarı A1-ə 4 amper getdi. Aşağıya isə 2 amper getdi. Onda A2 ampermetrindən gələn cəryan nəymiş? 4 amperlə 2 amperin cəmi 6 amperə bərabər imiş. Yəni göründüyü kimi, baxın, bu 4 ohmun burada heç bir rolu yoxdur. Çünki 4 ohm burada dövrənin budaqlanan hissəsində deyil də. Çünki bizə lazımdır, cəryan gəlib, bu budaqlanır ha. Dövrənin bu budaqlanan hissələri biz önəmlidir. Bu 4 ohmun yerinə nə olsa burada ya da olmasa heç nə dəyişməyəcəkdir. Cavab 6 amper B variantı. 32 nömrəli sual. Qapalı dövrənin faydalı şəmsalını hesablayaq. Deməli, faydalı şəmsalını üstülan yadımıza salaq. U bölü epsilon. R bölünsün R plus R. Bir də 1 minus R bölünsün epsilon. Düzdürmü? Düsturların hamısını biz yazdıq. İndi burada nə lazımdır bizə? Dövrənin xarici müqaviməti nəyə bərabərdir? R1 ilə R2 arızıldır. Dövrənin xarici müqaviməti onda 9 ohmdur. Bir də daxil müqavimət var, onda ikinci düstur yarayacaq. Təbii ki, 100% də vuracam. Böyük yer 9, aşağıda 9 plus kiçik yer 1, vurulsun 100%. Bu da elədir bizdə 10%. Özür istəyirəm. 90%. Y variantı. 33-də. Euler-Venn diaqramında uyğun bəndləri müəyyənləşdirək. Qazlar və elektrolitlər adi şəraitdə elektrik cəryanını keçirmirlər. Deməli, adi şəraitdə qazlar elektrik cəryanını keçirmirlər. Çünki qaz atomları bildiyiniz kimi neytraldır. Neytral nə deməkdir? Yəni, atomun tərkibində olan müsbət yüklü protonla elektronların sayı bərabərdir. Neytral olduğu üçün, yəni iyonlaşmadığı üçün də, yükü olmadığı üçün də cəryanı keçirmir. Amma elektrolitlər isə artıq tərkibində müsbət və mənfi yüklü iyonlar olan bir məhluldur. Ona görə elektrik cəryanını indir, keçirir. Adi şəraitdə elektrik cəryanını yaxşı keçirir, təbii ki, elektrolitlər. Çünki elektrolitlərin tərkibində artıq müsbət və mənfi iyonlar olduğu üçün cəryanı yaxşı keçirirlər. Yəni, yük daşıyıcılar var. Yük daşıyıcıları sərbəst elektronlardır. Sərbəst elektronlar, ümumiyyətlə, qazlarda yük daşıyıcılar nələrdir? Qazlarda elektronlardır, müsbət iyondur, bir də mənfi iyondur. Elektrolitlərdə isə ancaq müsbət iyondur, bir də mənfi iyondur. Yük daşıyıcılar sərbəst elektron, bu ancaq qazlardadır. Elektrolitlərdə elektron yoxdur. Amma müsbət və mənfi iyonlar isə həm qazlarda var, həm də elektrolitlərdə var. Yəni 4 ilə 5 ortaqdır. Deməli, 1-ə uyğun gəldi 1, 3, 2-yə uyğun gəldi yalnız 2, 3-ə də 4, 5, cavab D variantı. 34. Konturdan keçən maqnit seli 2 saniyə ərzində 36 mV-dən 0-a qədər azaldı. Konturun müqaviməti 6 ohm olarsa yaranan indüksiya cəryan işlətini tapaq.
Deməli, zamanı bizə verir 2 saniyə. Maqnit selinin dəyişməsi modulca 36-dan 0-a qədər azalıb da. Yəni dəyişməni necə tapırıq? Sondan başlanğıca çıxırıq. İndi mənə modulu lazımdır. Yəni son 0-dır, başlanğıcda 36-dır. Çıxanda eləyir modulca 36 milli Weber. Müqavimət isə R6 ohmdur. İnduksiya cəryan şiddəti. İnduksiya cəryan şiddəti bərabərdir. İnduksiya HG-si bölünsün müqavimət. İnduksiya HG-si də maqnit selinin dəyişmə sürətidir. Yəni delta F böl delta T. Vurulsun R. Delta F 36 milli Weber. Elə milli ilə saxlayıram. Çünki variantlar milli amperləndir. Zaman 2 saniyə. R də 6. Elədi 36 bölünsün 12. Yəni 3 milli amper. C. 35-də. Hansı ifadələr doğrudur? Birincisi maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini artırdıqda. Deməli, Lorentz qüvvəsi perpendikulyar daxil olanda sinus 90-da 1-ə gedir. Yəni, bu sinus alfa 1-ə getdi. Birincisi maqnit sahəsidir. B dəyişmir. Düzdürmü? Burada konkret yüklü bir zərrəcikdir. Yəni, bir yükü var. Ona görə yük də dəyişmir. Yalnız sürəti artırıram. Onda Lorentz qüvvəsi artacaq. Doğrudur. Dövrətmə perioduna gəlirəm. Dövrətmə periodu ancaq 2 pm bölünsün kübü. Bax, buradakı kəmiyyətlərdən asılıdır. Digər o çevrə üzrə hərəkətdə olan 2 pr bölü v düsturu da var. Buradakı radiusdan, sürətdən, impulsdan, kinetikdən asılı deyil idi, adınıza gəlirsə. Həm period, həm tezlik, həm də bucaq sürəti. Bax, bu üçün. Bunlardan asılı deyil. Çünki siz burada, səbəbini izah edeyim, sürəti artıranda radius nə idi? MV bölü kübə deyil. Onda yüklü zərrəciyin sürəti artanda cızdığı çevirən radius da artır. Ona görə period dəyişmir. Yəni burada V və R eyni mütənasib şəkildə artır. Yəni verilmiş radiusu çevrə olmur. Ona görə period burada dəyişməzdir. Sürətdən asılı deyil. Dövrətmə tezliyi azalar və yaxud dedik, tezlik də period kimi dəyişməz. Çünki tezlik, period bir-birindən asılıdır da. Düzgün cavab olur yalnız bir. 36-da. Sabit maqniti sarğacı yaxınlaşdıranda. Ümumiyyətlə, maqniti sarğacı yaxınlaşdıranda biz bilirik ki, burada maqnitdən maqnit induksiya xətlərinə yönəlir. N-dən çıxır, fırlanır, gəlir, S-ə daxil olur. Doğrudurmu? Bu bizim maqnitin induksiya xətləridir bu şəkildə. Bu şəkildə biz induksiya xətlərini çəksək, biraz gözə yarı çəkirəm. Fikir verirsinizsə, əvvəlcə konturdan müəyyən sayda induksiya xətti keçir. Mən maqniti aşağı doğru hərəkət elətdirsəm, onda bu sarğacın konturun daxilindən daha çox induksiya xətti keçəcəkdir. Yəni bir sözlə, maqniti sarğaca yaxınlaşdıranda sarğacdan keçən induksiya xətlərinin sayı, yəni maqnit seli artır. Maqnit seli artıq dəyişibsə, deməli onda induksiya cəryanı yaranacaq. Biz bilirik ki, induksiya cəryanı yaranması üçün qapalı konturdan keçən sel dəyişməlidir. Ya artsın, ya azalsın, fərq eləmir. Sarğac maqniti cəzb edər. Bəli, biz bilirik ki, yenə də maqniti sarğaca yaxınlaşdıranda Lenz qaydasına görə nə baş verir? Deməli, maqniti sarğaca yaxınlaşdıranda biz bilirik ki, Lenz qaydasına görə sarğacdakı induksiya cəryanı elə bir istiqamətdə maqnit sahəsi yaradır ki, o maqnitin yaxınlaşmağına imkan vermir. Yəni, maqniti sarğaca yaxınlaşdıranda sarğac maqniti itələməyə çalışır. Əksinə uzaqlaşdıranda isə bu zaman cəzb etməyə çalışır. Onda yaxınlaşdıranda sarğac maqniti nə etməlidir? İtələməlidir. İtələməsi üçün sarğacda yuxarı qütb maqnitin S qütbünə yaxın olduğu üçün həmin bu M qütbü S itələməlidir də. S itələməsi üçün S-lə N adlı olmalıdır. Yəni yuxarı olacaq S, aşağı olacaq N. Yəni bax, sarğacın S qütbü maqnitin S qütbünü nə edir? İtələyir. Nəticədə burada nə yaranır? İtələmə yaranır. Cəzb edir, səhvdir. Sarğacdan keçən maqnit seli azalır, xeyr artır. Çünki yaxınlaşdırıq axı. Yaxınlaşdıranda sarğacın daxilindən daha çox induksiya xətti keçəcəkdir. Cavabımız oldu 1 və 4. 37 nömrəli məsələyə baxıram. Sarğacın induktivi və ondan keçən cəryan şiddətini 2 dəfə azaldanda maqnit sahəsinin enerjisi necə dəyişər? Maqnit sahəsinin enerjisi L kvadratı bölü 2-dir. Həm induktivliyi, yəni L 2 dəfə azaldıram, həm də cəryan şiddətini 2 dəfə azaldıram. Maqnit sahəsinin enerjisi induktivliklə düz asılıdır. İnduktivlik 2 dəfə azalanda 2 dəfə azalacaq. Cəryan şiddəti ilə düz kvadratik asılıdır. Cəryan şiddəti 2 dəfə azalanda isə 4 dəfə azalacaq. Nəticədə enerji nə edəcək? 4 ilə 2-nin hasili dəfə, yəni 8 dəfə azalar. 38-ə baxırıq.
Rəqs konturunda elektrik yükünün zamanın asılılığı verilib. Elektrik tutumu 4 millifarad olan kondensatorun elektrik sahəsinin enerjisinin maksimal qiyməti. Deməli, elektrik sahəsinin enerjisinin maksimal qiyməti ilə tam enerji deməkdir. Düzdürmü? Bizə nələr var əlimizdə? Q-nün tənliyi isə burada QM 0.2-dir, omega 100-dür. Tutum da nə verib bizə? 4 millifarad. Onda mən bunu QM kvadratı bölü 2 ilə gedəcəm. QM 0.2-dir. Kvadratı olacaq nə? 0.2-nin qoyacaq kvadratı. Aşağıda da 2 vur tutum millifarad. 4 millifarad. 4 vur 10 üzəri mənfi 3. Deməli, yuxarı eləyir 0.2 vuranda 0,4. Yəni 4 vur 10 üzəri mənfi 2. Aşağı 8 vur 10 üzəri mənfi 3. 4 ilə 8 getdi 2 qaldı. Cavab eləyəcək bizdə 5 olur. A variantı. 39. Elektromaqnit dalğası vakuumdan mühitə keçərkən sürəti 2 dəfə azaldı. Bu halda deməli, elektromaqnit dalğası bir mühitdən digərinə keçəndə biz bilirik ki, tezliklə period dəyişməz. Sürət isə S bölün, dalğa uzunluğu da lambda bərabər S bölünə görə sındırma əmsalının tərs mütənasib asılı şəkildə dəyişir. Vakuumun sındırma əmsalı bilirik ki, 1-dir. Düzdürmü? Mühitin sındırma əmsalı isə 1-dən daha böyükdür. Yəni, ən kiçik sındırma əmsalı vakuumdadır. Deyir, bu zaman sürət 2 dəfə azalıb. Biz dalğa uzunluğu tapaq. Lambda bərabərdir. Düzdürmü? V vurulsun period. Bir mühitdən digərinə keçəndə dedi, period dəyişmir. Sürət 2 dəfə azalıbsa, onda dalğa uzunluğundan neynəyəcək? 2 dəfə azalacaqdır. Amma tezliklə period isə az əvvəl dedik ki, dəyişmir. Çünki ancaq mənbədən asılıdır. Dalğa uzunluğu 2 dəfə azalar, tezlik period dəyişməz, D variantı. 40-da. Aktiv müqamətli dəyişən cəryan dövrəsində cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Aktiv müqamətimiz 20 ohmdursa, gərginin amplitud qiymətini tapaq. Gərginin amplitud qiyməti ohm qanununa görə İM vurulsun, yəni cəryan şiddətinin amplitud qiyməti vur aktiv müqamətimiz. Qrafikdən göründüyü kimi cəryan şiddətinin amplitud qiyməti 4 amperdir. Onu da vuram elə, yəni 20-yə, elədir 80 volt. Elə bu tapdığımız amplitud dəyərdir. Təsir edici sorursaydı kök altı 2-yə bölərdik təbii ki. 41. Cismin müstəvi güzgüdəki xəyalı. Görək hansı şərtlər ödəyir. Baxın, bu bizim müstəvi güzgümüzdür. Bir cismin müstəvi güzgüdə xəyalını necə qururduq biz, yadınıza gəlirsə? Ta ki, baxın, bu bizim müstəvi güzgüdə bir cisimdir. Doğrudurmu? Bir A cismidir. Bu A cisminin xəyalını qurmaq üçün A cismindən şüalar çıxır. Məsələn, şüanın biri belə çıxdı. Dəydi, əks olundu, geri qayıtdı. Düzdürmü? Bir də məsələn, buradan gəlir, əks olunur, geri qayıdır. Fikir verirsinizsə, güzgüyə dəyib, əks olunub, geri qayıdan şüalar var. Bax, bu şüalar. Bu şüaları nə qədər uzatsa da bir-birindən kəsişməyəcəklər. Amma və lakin, mən bu şüaların uzantılarını gətirsəm, baxın, geriyə doğru gətirirəm. Bunun uzantısı ilə, bunun uzantısı. Uzantılar gəldi, artıq burada neynədir? Müəyyən bir nöqtədə kəsişdilər. Deməli, müstəvi güzgüdə xəyal, buna aşırıq deyirəm. Bu cisimdir, bu da xəyaldır. Deməli, müstəvi güzgüdə xəyal şüaların özlərinin deyil, uzantılarının kəsişməsindən yaranır. Ona görə də bu xəyala biz deyirik mövhumi. Kiçildilmişdir, səhvdir. Çünki müstəvi güzgüdə biz cismə baxan zaman, məsələn, müstəvi güzgüyə baxanda özümüzü nə edirik? Elə özümüz boyda görürük də. Böyük və kiçik görmürük ki. O qabarıq və o sferik güzgülərdədir, qabarıq və çökükdə. Müstəvi necə var, elə də göstərir. Yəni, özü boyda göstərir. Həqiqi deyil, tərsinədir, xeyr, tərsinədir də səhvdir. Çünki az əvvəl dediyim, müstəvi güzgüyə baxanda biz nə edirik? Özümüzü düz görürük də. Ona görə. Lap burada bir cisim xəyalını quraraq da buna əmin ola bilərsiniz. Tutaq ki, bizim belə bir AB cismimiz var. Bu AB cisminin xəyalını qurmaq istəyirəm. Necə quracam? Deməli, bunun A nöqtəsinin xəyalını quran birinci A-dan güzgüyə perpendikulyar çəkirəm. Məsələn, nə qədər məsafədədirsə S qədər. A-nın xəyalı da eyni S qədər uzaqlıqdadır. Oldu burada. B-dən güzgüyə perpendikulyar çəkirəm. B S qədər uzaqlıqdadırsa, B-nin xəyalı da S qədər uzaqlıqda olacaq. B iştirik. Cisimimiz B-dən A-ya doğru olan bir vektordur. Onda xəyalımız da B iştirikdən A iştirikə doğru olacaq. Gördünüzmü? İstiqamət burada da yuxarıdır, xəyalda da yuxarıdır. Yəni, düzünədir də, tərsinə deyil. Deməli, düzgün cavabımız oldu, yalnız 2. 42-də. 2F nöqtəsindən keçərək çökük güzgüyə düşən bir işıq şüasının sonraki yolu hansıdır? Deməli, çökük güzgü yoldaşlar. Biz bir şey yadda saxlayaq ki, çökük güzgü, rahat yadda saxlayın ki,
toplayıcı linza qanunlarına tabidir. Toplayıcı linza qanunlarında necə idi? Şua 2F-dən gələndə, yəni cisim 2F-də olanda xəyal da 2F-də olurdu. Yəni cisim məsafəsini şuanın gəldiyi nöqtə düşünün. Xəyal məsafəsini də şuanın əks olunandan sonra keçdiyi, baş optik kəsdiyi nöqtə düşünün. Sonra cisim bilir ki, F ilə 2F-in arasında olanda, yəni şua F ilə 2F-in arasından gələndə xəyal 2F-dən uzaqda alındığı üçün 2F-dən uzaqda baş optik oxu kəsib keçəcək. Ya da tərsinə. Cisim 2F-dən uzaqda olanda, yəni şua 2F-dən uzaqdan gələndə xəyal F ilə 2F-in arasında alındığı üçün şua da F ilə 2F-in arasından keçəcək. Düzdürmü? Paralel digərəndə fokusdan keçirdi. İndi bizə ən rahat halıdır. 2F nöqtəsindən gəlir. Biz bilirik ki, şua 2F-dən gəlirsə, onda əks olunandan sonra 2F-dən keçməlidir. Çünki xəyalı da 2F-də alınacaqdır. Bizim şuamıza diqqətlə baxaq. Bu gələn şua hardan gəlir? Bax, bu O nöqtəsi güzgünün optik mərkəzidir. Yəni, bu O-dan güzgüyə qədər olan məsafə 50 radiusuna bərabərdir. O da 2 qat fokusdur da. Ona görə 2F nöqtəsi deyir. 2F nöqtəsindən gələcək. Doğrudurmu? Əks olunandan sonra nə edəcək? Elə 2F nöqtəsindən, yəni O nöqtəsinin yenə özündən keçməlidir. Doğrudurmu? Onda elə çıxır ki, elə bu O-dan gəlirsə, onda elə çıxır ki, güzgüyə dəyəcək, sonra yenə əks olunub O-dan keçəcək. Yəni, özlərindən geri qayıdacaq 3 istiqamətində. Başa düşdünüz? Sonra davam edirəm. Linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılı qrafiki hansıdır? Ümumiyyətlə yadınızda qalsın. Linzanın fokus məsafəsi, optik qüvvəsi bunlar ancaq linzanın əyrilik radiusudur, mühitin sındırma əmsalıdır, linzanın sındırma əmsalı bunlardan asılıdır. Düsturumuz da belədir. 1/F bərabərdir. Linzanın sındırma əmsalı bölünsün mühitin sındırma əmsalı çıxılsın 1. Mötərizdə 1 bölünsün R1 plus minus 1/R2. Bu əyrilik radiuslarına görə dəyişir. Bu da optik qüvvədir həmçinin. Yəni göründüyü kimi optik qüvvə və fokus məsafəsi bir-birindən asılı olmaqla yanaşı özləri nədən asılıdırlar? Ancaq linzanın sındırma əmsalı, mühitin sındırma əmsalı, əyrilik radiuslarından bir də linzanın. Yəni fokus bunlar bu iki kəmiyyət optik qüvvə ilə fokus məsafəsi, cisim məsafəsidir, xəyal məsafəsidir, böyütmədir zat belə şeylərdən asılı deyirlər. Ona görə A variantı. 44-də diffraksiya qəfəsinin spektrində birinci tərtib maksimum üçün meyl bucağının sinusunun qəfəsə düşən monoxromatik şüalanmanın dalğa uzunluğundan asılı qrafik verilmişdir. A nöqtəsinə uyğun dalğa uzunluğunu tapaq. Deməli, maksimumlar şərti D sinus fi bərabər K lambdadır. Şərtdə deyir ki, birinci tərtib maksimum, yəni K 1-dir. Diffraksiya qəfəsi üçün D, yəni qəfəsin periodu sabit dəyərdir. Ancaq diffraksiya qəfəsinin növündən asılıdır. Düzdürmü? Onda elə çıxır ki, burada sinus fi lambda ilə düz asılıdır. Həqiqətən də qrafik bunu bizə deyir də, göründüyü kimi düz mütənasib asılıdır. Fikir verin, sinus fi 1 olanda lambda 600 olur. Sinus fi 0.5 olanda lambda nə qədər olar? Elə bil sinus fi 1 idi, oldu 0.5. Bu nə deməkdir? Yəni, meyl bucağı 2 dəfə azaldı, onda dalğa uzunluğu da 2 dəfə azalar. Yəni, A nöqtəsinə uyğun dalğa uzunluğu 2 dəfə azalıb nə olacaq? 300. B variantı. Yəni, mütənasiblik də qura bilərsiniz. 1-in 0.5-ə, 600-ün məsələn X-a. Oradan tapa bilərdiniz. 45-də 15 volt potensiallar fərqini keçən alfa zərrəcinin kinetik enerjisinin dəyişməsini hesablayaq. Biz bilirik ki, elektrik sahəsində görüləniş elə zərrəciyin kinetik enerjisinin dəyişməsidir. Yəni, kinetik enerjinin dəyişməsini tapmaq üçün elektrik sahəsində işi tapmalıyam. O da Q vurulsun, F1 çıx F2-dir. Söhbət alfa zərrəcikdən gedir. Alfa zərrəcik helium nüvəsidir. Yəni, göründüyü kimi, alfa zərrəciyin yük ədədi 2-dir. Aşağıda dayanan yük ədədidir. Yəni, protonlarının sayıdır. Yuxarıda dayanan kütlə ədədidir. Yəni, nukleonlarının sayıdır. Yəni, bunun 2 dənə protonu var. Buna yükü verən də elə protondur da. Doğrudurmu? Onda alfa zərrəcinin yükü nə olacaqdır? Bir protonun yükü müsbət 1Y-dir. Bunun 2 dənə proton olduğu üçün yükü olacaq Z vur Y-dən 2Y. Gətirib onda, burada alfa zərrəcinin yerinə müsbət 2Y qoyuram. Bu F1 çıx F2 fərqini də potensiallar fərqi də 15 volt verib bizə. Olur onda 30 elektron volt. Hə, indi Y-ni də gəlin yerinə qoyaq, hesablayaq. 30 vurulsun, düzdürmü? Y-ni gərək qiymətini yerinə qoyaq. Mən o elektron voltla tapdım da. Y-nin yerinə 1.6 vur 10 üzəri -19 qoysaq, eləyir bizdə
48 vurulsun 10 üzəri mənfi 19 joule. Cavab A variantı. 10 üzəri mənfi 18-dən yazım. 46-da. Udulan fotonun enerjisi birinci halda 4 elektron volt olanda fotoelektronların maksimal kinetik enerjisi 3 elektron volt olub. İndi deyir, udulan fotonun tezliyini 2 dəfə artıranda fotonun enerjisi h-nüdür. Tezliklə düz asılıdır. Tezlik 2 dəfə artanda fotonun enerjisi 2 dəfə artacaq. Onda ikinci halda tezlik 2 dəfə artanda fotonun enerjisi 2 dəfə artıb 4 idisə olacaq 8 elektron volt. Deyir, indi ikinci halda kinetik enerji nəyə bərabərdir? Düzdürmü? Biz fotoeffekt üçün gəlin Einstein tənliyini yazaq. Fotonun enerjisi bərabərdir. Metaldan çıxış işi üstə gəl. Fotoelektronların maksimal kinetik enerjisi. Düzdür? Burada maksimal kinetik enerji sözün vurulamayıb. Burada biraz şərti xoşuma gəlmədi açığı. Çünki bu fotoelektronlar anında da sata bilər. Müxtəlif kinetik enerji ilə çıxırlar. Burada həmişə maksimal kinetik enerji olmalı düsturda. Nəysə, özünüz artıq başa düşdünüz. Nə demək istəyirəm. Birinci hal üçün tətbiq eləsək, onda 4 elektron volt bərabərdir. A çıxış işi üstə gəl, 3 elektron volt. Onda metalın çıxışı 1 elektron voltdur. İndi eyni metala göndərilir. Şərtdə vurulasa daha yaxşı olardı. Yenə də gərək deyərdi. Çünki müəllimə olan bir sınaqdır da. Yəni müəllim üçün olan bir sınaq olduğu üçün şərt dəqiq olmalıdır. Onda ikinci hal üçün yazıram ki, eyni metal üzərinə göndərildiyi üçün çıxışı dəyişmir. Y foton 2 bərabər A üstə gəlinsin. Y kinetik max 2. Y foton 2 ikinci halda 8 elektron voltdur. Çıxışı 1 elektron volt. Onda ikinci halda kinetikin maksimal dəyərində buradan hesablasaq, onda ikinci halda katoddan qopan kinetik elektronların maksimal kinetik enerjisi olur 7 elektron volt. Cavab birinci A variantı. 47. Hidrogen atomu enerjisi mənfi 13,6 elektron volt olan əsas haldadır. İkinci enerji səviyyəsində hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? Deməli, hidrogen atomunun hər hansı n-ci səviyyədəki enerjisi əsas haldakı enerjisi bölünsün həmin səviyyənin sıra nömrəsinin kvadratı. Bax, bu düsturla tapılır. Bu Y0 əsas səviyyədəki enerjisidir. Düzdürmü? Bunu mən modulca yazım. Qabaqdakı mənfisi var. Deməli, olacaq onda 13,6 bölünsün. Neçənci səviyyəni soruşur? İkinci səviyyə. Onda aşağıda 2-nin kvadratı 4-dür. Mənfi 13,6-nı biz böləcəyik nəyə? 4-ə. Bu da eləyəcəkdir. Mənfi 3,4 elektron volt. Bu atomun ikinci səviyyədəki enerjisidir. Bizdən iyonlaşma enerjisini soruşur. İyonlaşma enerjisi isə biz bilirik ki, modulca atomun enerjisinə bərabərdir. Yəni 3,4 elektron volt. Yəni bu atomun enerjisinin mənfi 3,4 elektron volt olmağı deməkdir ki, həmin səviyyədə olan elektronu iyonlaşdırmaq üçün ən azı 3,4 elektron voltluq enerjiyə ehtiyacı var. Yəni iyonlaşma enerjisi 3,4 elektron voltdur. 48 nömrəli sual. 3,7 lityum nüvəsinin xüsusi rabitə enerjisi epsilon olarsa rabitə enerjisi nəyə bərabərdir? Xüsusi rabitə enerjisini tapanda biz rabitə enerjisini bölürük nukleonların sayına. Deməli, aşağıdakı Z-dir, yəni yük ədədidir. Yuxarıdakı nukleon sayıdır 7. Onda mən rabitə enerjisini buradan tapmaq üçün xüsusi rabitə enerjisini nukleon sayı A-ya vururam. Yəni epsilona vururam, A da 7-dir də. 7 epsilon. Cavab Y. 49. Elementar zərrəciklərin qeydə alınması üçün deyir ki, hansı cihazlardan istifadə olunur? Deməli, atom və nüvə fizikasına aid olan maraqlı bir sualdır. Birincisi Wilson kamerasıdır. Wilson kamerası bilirik ki, işləmə prinsipi necə idi? Yüklü zərrəciyin buraxdığı izlər əsasında, düzdürmü, kamerada onları müəyyən eləyirdi, yəni qeydə alırdı. İş prinsipi də aydın məsələ idi ki, ifrat doyan buxarın iyonlar üzərində kondensasiya nəticəsində maye damcılarının yaranması idi. Deməli, bu zərrəcikləri qeydə alırdı, bəli, həmin maye damcılarına görə. Difraksiya qəfəsi dalğa uzunluğunu təyin etmək üçündür, işığın dalğa uzunluğunu, buna aidiyyəti yoxdur. Heyger sayğacı da bu zərrəcikləri saymaq üçün istifadə olunur. İş prinsipdə zərbəli iyonlaşma hadisəsinə əsaslanır. Bəli, burada da yəni zərrəcikləri qeydə alaraq sayır, yəni saymaq mümkündür. Ona görə bunu da zərrəciklərin qeydə alan bir cihazdır. Osiloqraf isə elektrik rəqslərini müşahidə etmək üçün bir cihazdır. Yəni bu da elementar zərrəcikləri qeydə alınmır. Düzgün cavab 1 və 3.
50-də. Faydalı şəmsalı 30% olan avtomobil mühərrikinin sərf etdiyi benzinin kütləsinin zamandan asılı qrafiki verilmişdir. Avtomobil 23 metr/saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edərsə, dartı qüvvəsini hesablayaq. Deməli, burada faydalı şəmsal nə deməkdir? Faydalı şəmsalını tapanda biz bilirik ki, faydalı işi bölürük tam işə, vururuq 100%. Tam iş nədir? Tam işi lor dində deyəcəm. Tam iş mexanizmi çalışdıran, mexanizmi hərəkət elətdirən, ya da işi görən kimdirsə, nədirsə onun gördüyü işdir. Avtomobilin hərəkət elətdirən, çalışdıran nədir? Mühərrik. Mühərrikin də çalışmağına səbəb nədir? Yanacaq. Yəni kökdə yanacaq dayanır da. Yanacaq alışır. Alışması zamanı mühərrikə ötürülən enerji avtomobili çalışdırır. Deməli, burada tam iş, işi icra eləyən, yəni bu avtomobili çalışdıran enerjidir. Avtomobili çalışdıran enerjidə biz nə dedik? Dedik ki, benzini yanma istiliyidir. Onda bizim tam işimiz avtomobili çalışdıran yanacaq olduğu üçün benzini yanma istiliyi olacaq. Q vurulsun M. Faydalı işimiz nədir? Faydalı işimiz isə artıq avtomobilin hərəkətinə sərf olunan işdir. Bu da nədir? Hərəkətə sərf olunan iş. Fs. Bərabər sürətlə hərəkət elədiyi üçün S-in yerinə VT qoyuram. Qutardı. Düsturumuz olur onda nə? F vurulsun, V vurulsun T, bölünsün tam iş. Q vurulsun M, vurulsun 100%. Bu da bərabərdir. Faydalı şəmsalı 30%. Sıfırlar gedəcək. Bizdən dartı qüvvəsi F-i soruşur. Deməli, biz buradan F-i tapmaq istəsək, olur onda 0.3 QM. Q nə qədərdir? Q-ni verib 46 megajoule. 46 vurulsun 10 üzəri 6. Kütləsini nə qədər verib? Məsələn, mən burada kütləni 3.6 kiloqram götürsəm, ona uyğun zamanı nə götürməliyəm? 1 saat. Deməli, kütləni onda gəlin götürək 3.6 kiloqram. Bölünsün. Məxrəcədə VT olacaq. Sürət 23 metr/saniyədir. Zaman da 1 saat olacaq. 3600 saniyə. Gəlin yenə əmsalla işləyək. Hesabıma bizə daha rahat olsun. Deməli, buradan göründüyü kimi 46 23-dən gedəcək. 2 qalacaq. Bu 3.6 3600-dən gedəcək. Aşağıda qalacaq 1000. Burada bir dənə fikir verirsə 2 qaldı. Burada da 0.3 qaldı. Vuranda bir-birinə 2 ilə 0.3 0.6. Yəni 6 ilə başlayan bir cavab olacaq. O da deyil. Bizi gözləyir. 600 Newton. Belə. Əziz müəllimlər, suallarımız bitdi. İndi gələk imtahanın səviyyəsinə. Düşünürəm ki, imtahan, sertifikasiya imtahanı müəllimlər üçün birinci dəfə keçirildiyi üçün imtahan səviyyəsi tam normaldır və bunu da əvvəldən bildirirdi ki, yəni müəllimlər üçün sertifikasiya imtahanı ilk dəfə olduğu üçün hələ ki rahat olacaq. Həm də nəzərə alaq ki, 50 dənə sualdır və 50 dənə sualı ayrılan vaxt ərzində işləmək təbii ki, yorucudur. Düzdür, 50 dənə sual mənə görə çoxdur. 40 dənə məncə tam bəs idi əslində. Yəni 40 dənə verib, normal samballı sual verib, vaxtı da miqdək kimi 2 saat yarım eləmək də olardı. Çünki 50 dənə sual nə qədər asan da olsa belə açıq adamı yorur. Yəni biz özümüz işləyəndə belə, asan suallar olsa belə adam yorulur istər-istəməz. Yəni sual sayının çox yox, yəni keyfiyyətin yaxşı olması önəmlidir. Amma düşünürəm ki, birinci il olduğu üçün, yəni sualların səviyyəsi qənaət bəxşdir. Yəni imtahan səviyyəsi də nəzərə alaq ki, yəni çox güclü olmayacaqdır. Yəni müəllimlərimiz bax bu cür sualları, bu tip sualları yetərli səviyyədə eləyə bilirsə, indi ola bilər ki, tək-tük 1-2 dənə fərqli sual tipləri ola bilər, nisbətən çətin, müəllimlərin rastlaşmadığı maksimuma. Yəni ondan o tərəfi olan deyil. Əsas nəzəriyyələrə fikir verin. Bax 49 gördünüz mü? Burada nəzəriyyədir. Yəni atom və nüvə fizikasına aid olan. Sonra digər burada da nəzəri suallar var idi. Bax o nəzəri sualları mütləq siz çalışın, fikir verəsiniz. Orta məktəbdə də bunların hamısı var. Yəni göründüyü kimi orta məktəbdən kənar heç nə yoxdur. Orta məktəb dərsində nə varsa hamısı buradadır. Yəni kənar heç nə ola bilməz burada. Sualların səviyyəsi mənim xoşuma gəldi. Sualların səviyyəsi yaxşıdır. Çətin deyil, çox asan da deyil. Amma bu o demək deyil ki, növbəti illərdə də sertifikasiya belə olacaq. Xeyr. Bu elə deyil. Yadınıza gəlsə miqdə illər əvvəl necə idi, indi necədir. Yəni bu sadəcə ilk il olduğu üçün və müəllimlərimizin daha da motivasiyadan düşməməsi üçün ilk il mənə görə sualların bu səviyyədə olması yaxşıdır. Növbəti illər üçün amma sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə məsləhətim odur ki, arxanlaşmasınlar, öz əllərində daha da çox çalışsınlar. Hər birinizə bir daha uğurlar arzulayıram. Növbəti videolarda görüşənə qədər sağ olun.